Həftə ərzində çətin suallarımızı cavablandıranlar. Fransada yaşayan Azərbaycanlı jurnalist Elnur Məcidli ilə müsahibədə onun barəsində cinayət işinin açılması ətrafında müzakirə aparılıb. Eynullah Fətullayevin atası Emin Fətullayev ilə müsahibədə isə jurnalistin evinə zəng edilərək ailəsinin hədələnməsi ilə bağlı müzakirə aparılıb. Hüquq müdafiəçisi Vidadi İskəndərovla müsahibədə isə 2 aprel mitinqi zamanı onun saxlanmağı, işgəncələrə məruz qoyulmağı və 8 gün həbsdə qalması barədə danışılıb. Tələbə Cavid Mehrəliyev ilə müsahibədə isə onun mitinqdə iştirak etdiyinə görə Bakı Dövlət Universitetindən qovulması ilə bağlı müzakirələr aparılıb. Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ilə müsahibədə isə Azərbaycanda son etiraz aksiyaları və hökumətin antikorrupsiya kampaniyası ətrafında danışılıb. Müsavat Partiyası Başqanının müavini Tofiq Yaqublu ilə müsahibədə isə İctimai Palatanın 17 aprel mitinqi ilə bağlı müzakirələr aparılıb.